Salam, bu videomda sizə algoritmin təsvir üsullarından danışacağam. Algoritmin təsvir üsulları 4 yerə bölünür. Sözlə təsvir, algoritmik dillə, qrafik təsvir, psevdokod. Sözlə təsvir dedikdə algoritmin icrasının insan tərəfindən aparılması başa düşülür. Yəni bu təbii ki, belə olmalıdır. Yəni, söz kimə məxsusdur, danışıq insana məxsusdur. Deməli, sözlə təsvir deyiləndə bunu mütləq insan yerdə yetirir. İnsan icra edir. Burada deməli 3 həqiqi ədədin ən böyüyünün tapılması algoritminin sözlə izahı var. Özünüz baxa bilərsiniz. Sonra algoritm proqramla, yəni algoritmik dillə təsviri. Algoritmin ən yığcam və ən mürəkkəb təsvir forması proqramla təsvirdir. Niyə ən mürəkkəb deyir? Çünki proqramla təsvir etmək üçün siz orada qaydaları əzbər bilməlisiniz. Yəni istifadə edəcəyiniz qaydaları bilməlisiniz. Harda hansı söz, proqramın hansı yerində hansı söz yazılmalıdır. Bu da gələcək dərslərimizdə qarşımıza çıxdıqca öyrənəcəyik. Sonra blok sxemlərdə təsvir. Blok sxemlə təsvir algoritmin təsvirinə ən geniş tətbiq edilən və ən əyani üsuldur. Sxem üsuludur. Burada da vacib məqam blok sxemdə blokların mənasını bilməkdir. Videoda bunu sizə təqdim edəcəyəm. Yəni əzbər bilməlisiniz. Psevdokod yalançı koddur. Təbii və formal dillər arasında yerləşir, vahid şəkildə yazılış üçün nəzərdə tutulan işarə və qaydalar sistemindən ibarətdir. Psevdokod isə təbii dil və formal dilin qarışığıdır. Bir tərəfdən o təbii dilə yaxındır və buna görə də algoritm burada adi mətin kimi yazılır və oxunur. Sadə dildə desək, biz SMS yazanda bəzən salam yerinə sılımı yazırıq. Deməli, burada salam sözünün psevdokodu sılımıdır. Yəni, belə məcbur oldum, belə oxudum hərfləri. İndi keçək algoritmin blok sxem təsvir üsuluna. Yəni, bayaq dediyim kimi bunları əzbər bilməlisiniz. Çünki algoritmi ola bilər ki, məsələ verilər, sözlə verilər məsələ. Deyər, bunun algoritmini qurun. Onun algoritmini qurmaq üçün bu blok sxemləri əzbər bilməlisiniz. Deməli, adı var burada. Başlanğıc və ya sonu bildirir. Görürsünüz, birinci blok sxemimiz təyinatı prosesin başlanmasını və ya sonunu bildirir. Proses hesab bloku düzbucaqlıdan istifadə olunur. Hesablama və ya əməliyyat və əməliyyatlar qrupunu bildirir. Daxil etmə, xaric etmə bloku paraleloqramdan istifadə olunub. Verilənlərin kompüterə daxil edilməsi və ya kompüterdən xaric edilməsi üçündür. Şərt seçmə məntiq bloku müəyyən şərtdən asılı olaraq hesablama istiqamətinin seçilməsidir. Dövr bloku. Görürsünüz ki, dövr blokunu göstərir. Çap bloku, maqnit diski bloku, alt algoritm və ya alt proqram. Əvvəlcədən hazırlanmış algoritmlərdən və ya proqramlardan istifadə olunmasıdır. Birləşdirici dairədən istifadə olunur. Səhifə daxilində bloklar arası əlaqələrini. Bu çox istifadə olunmur uşaqlar. Nadir hallarda qarşımıza çıxa bilər. Səhifə arası birləşdirici. Bu da nadir hallarda qarşımıza çıxa bilər. Yəni çox istifadə edilmir bunlar. Bir də izahat bloku. Bloka izahat verilməsi üçündür. Bu sonuncu bu 3 dənəni demək olar ki, testlərdə görmə şansımız belə deyək 3-4% ola bilər. Yəni çox istifadə edilmir bunlar. İsə algoritmin növləri ilə tanış olaq. Xətti budaqlanan dövrü olaraq 3 yerə ayrılır. Budaqlanan özü 2 yerə ayrılır. Tam və natavam. Dövrü ayrılır 3 yerə. Ön şərtli, son şərtli modifikasiya. Biz dövrünü ayrıca keçəcəyik. Bu videomuzda, yəni bu izahda sizə xətti və budaqlanan izah edəcəyim. Xətti algoritmik struktur nədir? Xətti algoritmik strukturda 2 və daha çox prosesin ardıcıllığından ibarətdir. Burada belə deyək, nə şərt bloku, nə də dövr bloku olmur. Məsələn, sadə bir nümunə göstərim. Bu sizi yəqin ki, tanışsınız. Bundan yarım perimetrin düsturudur və yarım perimetrə görə sahənin tapılması. Söhbət ki, burada sözsüz ki, 3 bucaqdan gedir. 3 bucağın 3 tərəfi verilib ABC. Ola bilər ki, 3 bucağın ABC tərəflərinin qiyməti olsun, yəni ədəd olsun. O ədədi yerinə qoyub hesablayırsınız. S sonda hansı qiyməti alırsa, algoritm də o qiyməti alacaq. Sonra budaqlanan algoritmik struktur nədir? Budaqlanan algoritmdə qarşıya bir şərt qoyulur və o şərtin ödənilib ödənilməməsindən asılı olaraq bu və ya digər hesablama əməliyyatı yerinə yetirilir. Budaqlanan algoritmlər belə deyək, qurularkən
Sxemdə hökmən məntiqi blok, yəni şərt bloku olmalıdır. Biz də şərt bloku bilirik ki, şərt bloku nədir? Rombdan istifadə olunur. Sonra budaqlanan algoritmin də növləri iki yerə ayrılırdı. Tam və natamam. Tam formalı budaqlanan algoritmlərdə hər iki budaqda hesablama bloku mövcud olur və şərtdən asılı olaraq ya sağdakı tərəf, ya da soldakı tərəfdə hesab əməliyyatı yerinə yetirilir, yəni icra olunur. İndi budaqlanmaya aid nümunə təqdim edəcəyəm sizə. Tam formalı budaqlanmaya aid test üzərində baxaq. Bir şey unutdum demək. Budaqlanan algoritmin növlərindən keçməzdən öncə budaqlanan algoritmlərin sadə və ya mürəkkəb olmasını qeyd edim. Yəni iki yerə bölünür, sadə və mürəkkəb. Sadə algoritmlər belə deyək. Bir budaqdan ibarət olursa sadə budaqlanan algoritm olur. 2 və daha artıq budaqdan ibarət olursa mürəkkəb budaqlanan algoritm adlanır. Tam formalı budaqlanmaya aid nümunəyə baxaq. Deməli, şəkil biraz bulanıq düşüb kitabdan. Yəni, belə deyim, burada x drop, yəni bölünsün 2-dir. Burada x vurulsun 2-dir. Belə götürək. Əslində fərqi yoxdur, nə verilib. Biz onsuz da hesablamamızı bu şərtə görə yerinə yetirəcəyik. Aşağıdakı algoritmin nəticəsi nə olar? Nəticəsi olaraq x bərabərdir 9 olduqda, yəni burada x 9 verilib, z nəyə bərabər olacaq? Yəni z-ni tapaq. Z nəyə bərabər olacaq? X bərabərdir 9, amma burada şərtdə deyir ki, x böyükdür 9. Deməli, bu hər şərtin ödəmir. Onda bu tərəf heç cürə icra oluna bilməz. Biz yox addımı ilə gedəcəyik. Yox addımında x-ı 2-yə böl əmri var. Yəni z-də əmr edir ki, x-ı 2-yə böl. 9-u 2-yə böləndə bilirsiniz ki, nə alınır? 4,5. Deməli, bizdə nəticə nə olacaq? 4,5. İndi isə keçək natamam formalı algoritmin izahına. Natamam formalı algoritmdə, deməli, bir dəqiqə qarışıqlıq olur. Natamam formalı algoritmlərdə, deməli, budaqlardan yalnız birində hesablama bloku olur. Yəni, şərtdən asılı olaraq ya hesablama əməliyyatı aparılır, ya da heç bir hesablama aparmır. Bunu sadə bir, belə deyək, tənli üzərində göstərim. Tutaq ki, a üstə gəl 6, a minus 9, bu da olsun a vur 4. Burada a böyükdür 5, burada a kiçikdir 5 şərti verilib. Bu şərtlərdən hansı ödənsə, o icra olunacaq, yəni o hesablanacaq. Gəlin baxaq. Algoritmi deyir, həll edin. Bu algoritmdə a-ya bir dənə qiymət də verək. A-ya verək qiyməti, məsələn, olsun a-mız, tutaq ki, 7-dir. Eləmi? A-mız 7-dirsə, onda burada şərtləri bir-bir yoxluyuruq. Bu şərt ödənir. Bunu saxlayaq. Bu şərt ödənmir, heç baxmağa ehtiyac yoxdur. Bu da şərt ödənmir. Deməli, yalnız birincidə a üstə gələk 6 icra olunacaq. Yəni, 7-nin üstünə 6 gələcək, 13. Bütün budaqlar icra olunmadı. Əsas olan, yəni birinci hesablama yerinə yetirildi.